Salam aleyküm, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video konseptimiz Changan Nevo Q07 modeli olacaq. Bugün Q07 modelini sadəcə tərifləməyəcəyik, onun daxilinə, mühərrik bölməsinə enəcəyik və bu maşını almağa dəyərmi sualına texniki cavab axtaracağıq. Gəlin dərhal məsələnin ürəyindən güc aqreqatından başlayaq. Nevo Q07 iki əsas texnik konfiqurasiya ilə təklif olunurdu. Tam elektrikli və məsafə uzadıcı RF. RF versiyasında 1.5 litrəlik turbo mühərrik var, lakin bu mühərrik təkərləri fırlatmır. Yalnız 100 kW-lıq bir generator funksiyasını yerinə yetirərək bateriyanı qidalandırır. Bu sistemin əsas üstünlüyü odur ki, 40 kWh-lıq batareya şəhər daxilində 200 min km-dən çox, ümumilikdə isə benzinlə birlikdə 1000 km-dən artıq yol qət edə bilirsiniz. Güc göstəricilərinə gəldikdə, arxa ötürücülü versiyaları təxminən 231 at gücü və 310 Nm tork mövcuddur. Tam ötürücülü OBD versiyada isə 2 mühərrik birləşərək 440 kW, təxminən 600 at gücü və 650 Nm tork hasil edir. Bu 2 tondan ağır olan bir SUV-nin 0-dan 100-ə sürətlənməsinin cəmi 4-5 saniyə olması deməkdir. Torkun elektrik mühərrikləri sayəsində anında ötürülməsi sizə istənilən ötmə əməliyyatında böyük üstünlük verir. Bu avtomobilin ömrü nə qədərdir? Changanın yeni nəsli üçün istifadə etdiyi batareyalar ən az 2000-3000 tam doldurma dövriyyəsinə hesablanıb. Bu da normal istifadə ilə 10-15 il və ya 400-500 min km batareya ömrü deməkdir. Konstruktiv olaraq maşının şasisi yüksək dözümlü poladdan və bəzi hissələrdə alüminium ənitlərdən yığılıb ki, bu da korroziyaya qarşı dayanıqlılığı artırır. Lakin bir məqamı unutmaq olmaz. Bu qədər elektronika və mürəkkəb sensor sistemi olan bir maşının ömrü də proqram təminatından asılıdır. Gələcəkdə prosesorların köhnəlməsi və ya proqram yenilənmələrinin dayanması maşının funksionallığını azalda bilər. İndi isə gələk heç kimin danışmadığı zəif cəhətlərə. Heç bir avtomobil mükəmməl deyil. Q07-nin ən böyük çatışmazlıqlarından biri fiziki düymə asılılığıdır. Hər şeyi ekrana yığmağa minimalist görünsə də, sürətli hərəkət zamanı kondisioneri və ya güzgüləri ekranla tənzimləmək sürücünün diqqətini yayındırır. İkinci zəif nöqtə proqram təminatıdır. Çin daxili bazarı üçün nəzərdə tutulan tətbiqlərin çoxu Azərbaycanda aktiv deyil və interfeys tam ingilis və ya rus dil tərcüməsi bəzən yarımçıq qalır. Üçüncü məqam isə askı sistemidir. Standart yaylı askı sistemi bəzən çox sərt reaksiya verir. Pnevmatik askı isə çox yumşaqdır və yüksək sürətdə yellənmə effekti yaradır. Həmçinin bu qədər mürəkkəb texnologiyanın servis və ehtiyac sizə təminatı hələ ölkəmizdə yeni formalaşır. Qəza zamanı gövdə detallarının və ya sensorların tapılması həm baha başa gələ bilər, həm də uzun müddət gözləməli ola bilərsiniz. Bu qədər texniki detaldan sonra gəlin biraz da bu maşının mətbəxinə, yəni uzunmüddətli istismarda sizi nələrin gözlədiyinə və rəqibləri ilə amansız mübarizəsinə baxaq. Nevo Q07-nin kapotunun altında və ya bateriya blokunda gizlənilən mühəndislik həlləri əslində bir mesajdır. Köhnə qaydalar artıq işləmir. Avtomobilin mühərrik resursundan danışarkən bir çox sürücü Çin maşınıdır, mühərrik Tesla'dan çıxar deyə düşünür. Lakin Q07 istifadə olunan elektrik mühərrikləri sürtünmə deyil, maqnit sahəsinə əsaslandığı üçün burada mexaniki aşınma minimumdur. Əgər məsələ bateriyanın termal idarə etməsidir, Changan burada maye soğutma və qızdırma sistemindən istifadə edir. Bu da bizim yaydakı 40 dərəcə istimizdə və ya qışın şaxtasında bateriya ömrünü qoruyur. Əgər siz maşını hər gün sürətli DC şarjla doldurub bateriyanı yormasanız, bu bateriya sizə sənədlərdə vəd edilən o 500 min kilometri rahatlıqla verəcək. Amma gəlin real olaq, maşının beyni sayılan çiplər və prosesorların ömrü mühərrikin ömründən daha kritikdir. Bu maşının saniyədə trilyonlarla əməliyyat aparan hesablama gücünə malik və 5-7 ildən sonra həmin texnologiyanın müasir tətbiqləri dəstəkləyib-dəstəkləməyəcəyi böyük bir sual işarəsidir. Daha bir funksional detal regenerasiya sistemidir. Q07-də tormoz pedalına basmadan sadəcə ayağınızı qazdan çəkərək maşını dayandırmaq mümkündür. Bu həm əyləc bəndlərinin ömrünü 3-4 dəfə uzadır, həm də itirilən enerjini bateriyaya geri qaytarır. Lakin zəif cəhət kimi qeyd etməliyəm ki, bu sistemə öyrəşmək vaxt aparır və bəzən kəskin reaksiyalar ilə sərnişinlərdə diskomfort yarada bilər. Həmçinin maşının aerodinamikası üçün quraşdırılan gizli qapı tutacaqları qışda donarsa açmaqda çətinlik yarada bilər. Ki, bu da bizim regionumuzun bəzi dağlıq zonaları üçün kiçik amma can sıxıcı problemidir. Gəlin rəqiblərə baxaq. Nevo Q07 bir tərəfdən Zeekr 001-in lüksünə, digər tərəfdən isə Model Y-nin texnologiyasına hücum edir. Amma onun ən böyük rəqibi elə öz daxilində Deepal və Avatar modelləridir. Q07-nin bu rəqabətdə məntiqli seçim rolunu oynayır. Çünki o həm ailə üçün genişdir, həm də gənclər üçün kifayət qədər sürətlidir. Lakin bir həqiqət var ki, bu qədər sensorun və kameranın olduğu bir kuzoda kiçik bir künc sürtünməsi belə sizi bahalı bir sensor dəyişməsinə məcbur edə bilər. Bu sadəcə dəmirçi rəngsaz işi deyil, yüksək ixtisaslı proqramçı və diaqnostika mütəxəssisi tələb edən bir prosesdir. Videonun bu hissəsində xüsusilə vurğulamaq lazımdır ki, Nevo Q07 alanında adam artıq sadəcə sürücü deyil, bir sistem idarəçisidir. Siz hər səhər maşına minəndə bir növ smartfonunuzun içinə minirsiniz.
Bagaj həcmi, yük daşıma imkanları və salonda transformasiya, məsələn, ön oturacaqların tam yataraq çarpayıya çevrilməsi bu maşının həftə sonu səyahətləri üçün ev qədər rahat edir. Amma o evdə elektrik kəsilsə və ya internet itərsə, keçin servisləri ilə bağlı bu risk həmişə var, bəzi funksiyalar məhdudlaşa bilər. Yekun olaraq Nevo Q07 öz sörf dəyəri ilə sizi kresloya yapışdıracaq, dizaynı ilə hamını dönüb baxmağa məcbur edəcək, amma servisi və proqram təminatı ilə sizi biraz tədqiqatçı olmağa vadar edəcək. Bu maşını al sür maşın deyil. Bu maşın öyrən və idarə et maşınıdır. Əgər texnologiya sizin hobbinizdirsə, Q07-dən daha yaxşı oyuncaq tapa bilməzsiniz. Amma sadəlik axtarırsınızsa, bu rəqəmsal okeanda boğula bilərsiniz. Unutmayın, gələcək sürətli gəlir, amma o gələcəyə hazır olmaq üçün belə maşınların həm güclü, həm də zəif cəhətlərini qəbul etmək lazımdır. Belə dostlar, bugünlük də məndən bu qədər. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın. Əgər video faydalı olursa, like atmağı unutmayın.